əməkdaşları, dəyərli qonaqlar, hər birinizi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbərliyi və əməkdaşları adından salamlayıram. Eyni zamanda sevindiyə mən öz dərin təşəkkürümü bildirirəm ki, bu möhtəbər tədbirdə iştirak üçün bizə xüsusi dəvət göndərmişdir və biz də böyük məmnuniyyətlə bu tədbirdə iştirak edirik. Əslində çox çətindir belə möhtəbər söz sahiblərindən sonra çıxış etmək, fikir bildirmək, amma bizim sevindiklə bağlı müəyyən xatirələrimiz, maraqlı fikirlərimiz, təəssüratlarımız var. Ona görə bir kəlmə mən də öz fikirlərimi bildirmək istəyərdim. Sevindik öz yaradıcılığı ilə gələcək nəsillərə, eyni zamanda indiki nəsillərə bir nümunədir. Onun yaradıcılığında biz nəzər yetirsək, vətənpərvərliklə bağlı müxtəlif istiqamətdə yazılara, şeirlərə rast gəlirik. Və bizim istəyimiz odur ki, digər uşaqlar da, gənclər də sevindiyi özünə nümunə görür. Biz sevindiklə fəxr edirik. Belə şəxsən müraciət edirəm ona görə ki, onu daha yaxından tanıyıram. Çünki Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2020-ci ildən fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin Xocavənd rayonu üzrə nümayəndəsi olaraq, regional nümayəndəsi olaraq fəaliyyət göstərmişdir. Yəni, baxmayaraq ki, o elm sahəsində də öz sözünü deyib, yəni təhsili ilə, nəticələri ilə öz sözünü deyib, yaradıcılığında öz sözünü deyib, eyni zamanda o çox ictimai fəallığı ilə seçilən bir uşaqdır, gəncdir. Və bu yaşda bu uğurları qazanmaq hər kəsə qismət olunmur. Öz davranışı ilə, rəftarı ilə, yaradıcılığı ilə hamıya nümunədir. Biz hər zaman Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq sevindiyin yanındayıq, onu dəstəkləyirik və yaradıcılığında bol uğurlar arzu edirik. Hər birimizə dərin təşəkkürümü bildirirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə Allahdan şəfa diləyirəm. Çox sağ olun. Çok sağ olun.